Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün yenə yağ yeməyi hazırlayıram. Qəşəng badımcanlı, pomidorlu, biberli kotlet eləyirəm, kartof püre eləyirəm. Badımcanı, pomidoru, biberi də qızardıb bir yerdə qəşəng çəkib süfrəyə verəcəm. Bu da çox ləzzətli dadlı yeməkdir. Kotletə yaraşır badımcan, pomidor, biber. Kotletlə qızardıb yanına qoyanda kotletin kartofla, ya kartof qızarmışı olsun, ya püresi olsun. Çox dadlı olur, ləzzətli olur. İnşallah siz də hazırlayarsınız. Sözsüz ki, indi bütün yağ yeməklərin hamımız hazırlayırıq. Yağ yeməkləri də gözəl olur, ləzzətli olur. Ondan vitaminli olur, doyumlu olur. Hər fəslin əslində öz yeməyi var. Mən bütün fəsillərin yeməyini bişirirəm. Qışın qış yeməyi, payızın payız yeməyi. Yazın da öz yeməklərini hazırlayıram həmişə. Qəşəng badımcanı qızardıb götürürəm. Yenə eyni tavada pomidoru da qızardıram. Kotleti də qızardıram qəşəng, kartofu da qaynatmışam. Duzun, istiyodunu vururam. Biraz süt əlavə eləyirəm. Kərə yağı da əlavə eləyirəm. Əzirəm kartofu da hazır. Bütün tərəvəzlər, qəşəng kotlet hazır olur, çəkirəm. Süfrəyə verməyə hazırdır yeməyim, dadlı, ləzzətli, doyumlu. Biraz ət üz olsa bir tava yemək çıxır. Sağ olun, sağlıqla qalın.